Axırıncı iki dərsdə biz Excel faylında məlumatları müqayisə edirik. Amma bütün müqayisələr bir vərəqdə olur. Bugünkü dərsdə biz həmin müqayisəni iki fayl üzərində aparacağıq. Yəni iki faylda olan məlumatlar bir-biri ilə müqayisə olunacaq. Amma əvvəlcədən gəlir iki faylı yaradaq. Yəni bir balaca dəyişikliklər eləyəcəyik. Bu bizdə birinci fayldır. Adı gəlir dərs 49 faylların müqayisəsi Inquire 1. Inquire belə bir tabdır. Standart vəziyyətdə burada görsənmir. Onu bura gətirmək lazımdır. Birazdan bunu eləyəcəyik. Amma əvvəlcə birinci faylı düzəldək, sonra isə ikinci faylı yaradaq. Bu vərəqi buradan yox eləyirəm. Bizə lazım deyil. Bu vərəqdə bu məlumatı yığışdırıram. Və burada qısa bir mətn daxil edeyim. Deyək ki, 1, 2, burada yazaq. Deyək ki, kitab və olsun belə 10. Nə üçün bu lazımdır? Birazdan başa düşəcəksiniz. Vərəqin adını istəyirsə adını dəyişib qoyaq. Vərəq 2 belə eləyək. Keçək birinci vərəqə. Burada bu sütunları yox edək. Bu məlumatı hələlik keçirdək bura. Və burada müəyyən bir dəyişiklik edək. Burada yazaq başlıqları, deyək ki, kod, malın adı, burada say, qiymət və cəmi. Belə eyni formatı gətiririk. Belə. Malın adlarını qoyaq. Belə. M1 və dartaq aşağı. Belə. Yadımızdan çıxmışdır. Bunu qoyaq bura. M32, M33. Və belə. Bu oldu malların adı. Sayıları götürək. Belə bir funksiyanı istifadə edək. Keçən dərslərdə keçmişdik. Sluç mecdu. Yəni təsadüfi rəqəmlərdir. Götürürük, deyək ki, sayı olsun 1 ilə 30 arası. Okey. Artırıq aşağı. Belə. Bu rəqəmlər həmişə dəyişəcək. Dəyişməmək üçün göndəririk yaddaşa və yaddaşdan qəbul edirik znaçeni. Yəni məlumatlar gəlir belə. Qiymətləri də həmin üsulla təyin edirik funksiyanın köməyi ilə. Deyək ki, qiymətlər olacaq. Məsələn, 10 manatla 50 manat arası. Belə. Okey. Dartdıq aşağı. Göndərdik yaddaşa. Yaddaşdan qəbul elədik. Və burada cəmi. Yəni say vurulur qiymətlə. Və dartırıq aşağı. Lazım olsa formatda eləyə bilərik. Deyək ki, belə vergüldən sonra yığışdırırıq ədədləri və belə. Bu bizim birinci cədvəlimiz və birinci faylımız. İndi bu faylı yaddaşda saxlayırıq və burada adını da dəyişə bilərik. Deyək ki, vərəq 1 ilə belə. Yaddaşda saxladıq
İndi başqa adla yaddaşda saxlayırıq. Bizə 2 fayl lazımdır. Saxranit как. Keçir Excel as papkasına və burada artıq birinci faylımız var. Bu da eləyirik 2. Bizə gəldi ikinci fayl. Burada yeni dəyişiklik nə olacaq? Əsas dəyişiklik. Bu kodları yığışdırırıq və bunların əvəzinə bu kodları qoyuruq. Belə. Və burada da müəyyən dəyişiklik edək. Deyək ki, burada M4 yox, M44. Burada M21 yox, deyək ki, M210. M31 yox, deyək ki, M310. Belə dəyişək. Burada deyək ki, 22 yox, deyək ki, 20 eləyək. Burada 12 yox, deyək ki, 10 eləyək və 28 manat yox, 10 manat. Burada deyək ki, formatını dəyişək, eləyək yağlı və qırmızı. Burada formatı dəyişək, belə və əyri. Sanki burada da formatı dəyişək, belə və yağlı. Nəyə görə bunları eləyirəm, başa düşəcəksiniz. Bu oldu bizə ikinci fayl. Artıq biz də yaddaşa göndəririk. Açırıq birinci faylda. Bu məlumatı buradan yığışdırırıq. Artıq bizdə 2 fayl var. Birinci fayl və ikinci fayl. Bu ikinci fayldır, bu birinci fayldır. İndi nə edirik? Faylın birində istənilən tabın içində bu lent yoxdur. Lentin üstündə istənilən yerdə sağ düyməni basırsınız. İstəyirsiniz burada, istəyirsiniz burada, istəyirsiniz burada, fərqi yoxdur. Bastınız, Nastroyka lenti. Bu əmri seçirsiniz. Yəni tənzimləyirik lenti. Belə bir pəncərə açılır. Parametr Excel, Excel'in parametrləri. Bu pəncərəni artıq işləmişik. Sadəcə olaraq bu əmrlə işləməmişik. Keçirik bura, bu bölməyə, əsas tablar və burada, bax burada Inquire sözünün qabağında bir dənə quş qoyuruq və OK. Və fikir verdiniz, Inquire tabı burada peyda olunur. Və bundan sonra başlayırıq müqayisəyə. İki faylın ikisi də mütləq açıq olmalıdır ki, sistem başa düşsün ki, nəyi nəyinə müqayisə eləyəcəyik. Keçirik Inquire tabının içinə və buradan Compare Files, yəni faylları müqayisə ilə əmrini seçirik. Belə bir pəncərə açılır. Və burada görürsünüz, iki faylın ikisi də görsənir. Yəni, bunları müqayisə edəcək sistem. Burada Swap Files əmrini seçə bilərik. Sadəcə başa düşmürəm, bu nə üçün lazımdır? Bu faylların yerini dəyişdirir. Yəni, burada görürsünüz, 2 1-dir. Belə baxsaq, 2 qalxır yuxarı, 1 düşür aşağı. Yəni, mənasını başa düşmürəm, çünki 2 faylın ikisi də müqayisə olunacaq. İstəyir 2 yuxarıda olsun, istəyir 2 aşağıda olsun. Yəni, bu mənasız bir düymədir. Və Compare əmrini seçirik. Bir neçə saniyə ərzində müqayisəni sizə ekrana gətirir. Belə formada. Başa salın, bu nədir? Keçək yuxarı. Compare Files, yəni faylları müqayisə eləmək üçündür. Show Formulas. Yəni burada görürsünüz, düsturlardır. Deyir ki, düsturlar görmək istəyirsən, yoxsa yox. Basırsınız. Bu düsturlar görsənir. Yəni C2 vurulur D2-yə. Yəni bu xana vurulur bu xanaya. Və eyni şey də buradadır. Bağlamaq istəyirsiniz, bağladınız. Sonra Show Workbook Formatting. Bu formatları yığışdırır. Və sizdə faylda necə format var idi, elə də göstərir. Qaytarır. Burada əgər sətirləri yaxud sütunları
böyüdüb kiçiltmək istəyirsinizsə və əllə eləmək istəmirsinizsə, yəni əllə də eləmək olar, belə dartırsınız. Və bu əmri seçirsiniz. Gördünüz, özü düzəldir hər şey. Sonra bu iki komanda. Birinci komanda export results, yəni bütün nəticələri başqa fayllara göndərə bilər, eksport edir. Copy results to clipboard, yəni bütün nəticələri Excel'in yaddaşına atır. İndi burada baxırıq aşağı hissəyə. Fikir verin. Və bizdə 4 dənə kod yağlı eləmişdim. Onlar fərqli. Görürsünüz, burada göstərir. 4 kodun 4-ündə 1, 2, 3, 4. Deyir ki, bu cədvəldə olan bu 4 kod burada yoxdur. Eyni şey də buradadır. Fikir verin. 4 dənə kod. 3'ü burada. 3'ünü görürsünüz. Və bir aşağıda. Sistem deyir ki, bu 4 kod burada yoxdur. Tutalım ki da bu birinci faylı siz özü düzəldibsiz, göndəribsiz deyək ki, müdürünüzə, rəhbərinizə. O müəyyən dəyişiklik eləyib burada və siz müqayisə edirsiniz. Sizin müdürünüz hansı dəyişiklik eləyib. Sonra fikir verirsiniz. Baba görürsünüz. Burada 22 idi, elədi 20. Nəticə dəyişib. O sizə göstərir ki, burada nəticə dəyişib. Artıq əgər xanada dəyişiklik olunubsa, onu belə açıq yaşıl rəngdə göstərir. Əgər disturlarda dəyişiklik olursa, belə mavi rəngdə göstərir. Və burada görürsünüz, tünd yaşıl rəng var. Bu tünd yaşıl göstərir ki, siz formatı dəyişibsiniz. Yəni, görürsünüz, M13 qalıb, amma birinin formatını dəyişibsiniz. Görürsünüz, burada M13 qırmızı rəngdədir. Burada M13 qara rəngdədir. Burada 27 qara rəngdədir, ağ fonda. Burada isə qara rəngdədir, sarı fonda. Görürsünüz, 27-ni də seçim. Əgər tutalım ki, bunları yığışdırmaq istəyirsiniz, buradan bu formatları yığışdırmaq istəyirsiniz, bu əmri seçirsiniz. Görürsünüz, yaşıl rəngdədir, buna oxşar. Quşu buradan yığışdırırsınız. Qaytarmaq istəyirsiniz, quşu yenidən qoyursunuz. Əgər bu formatı yığışdırmaq istəyirsiniz, əgər formatlaşdırmanı yığışdırmaq istəyirsiniz. Yığışdı, gəldi. Düsturları yığışdırmaq istəyirsiniz. Yəni formatını yığışdırmaq istəyirsiniz, yığışdırırsınız. Yəni buradan bütün əməliyyatları eləyə bilərsiniz və burada həmin əməliyyatlar ləğv olunur. Burada eyni əməliyyatlar diaqram şəklində göstərir. Görürsünüz, ən böyük yaşıl rəngdir. Və burada sayını da göstərir. Fikir verirsiniz, kursoru yaxınlaşdırırım, yazır 10. Yəni deyir, 10 dənə yaşıl rəngdə dəyişiklik olur. Burada nədir? Fikir verirsiniz. Və burada indi bu quşu yığışdırıram, görürsünüz, azaldı. Bu quşu yığışdırıram, görürsünüz, məlumat lap azaldı. Disturları yığışdırıram, ümumiyyətlə heç nə yox. Yəni, bu əməliyyatları elə bil ki, açıq şəkildə sistem sizə başa salır ki, bu nə deməkdir. Yəni, necə əməliyyatlar yerinə yetirilib. Nə var idi, nə oldu. Gəlin də görürsünüz, burada yaşıl rənglər var, tünd yaşıl var və artısı mavi rəng var. Yəni, mavi rəng disturları göstərir. Yəni, görürsünüz, burada 682, 682, 620, 620. Və göstər hansı xanada dəyişikliklər olub? Y8, Y8. Və burada göstərir. Burada göstərir Y14'ü. Yəni Y14'də də görürsünüz dəyişiklik olub. Yəni bir-bir burada açıq şəkildə sizə başa salır. Və bu Tavın əmri köməyi ilə, yəni Excel'i yaxşı bilməyən insan qısa bir zamanda iki faylı asanlıqla müqayisə edə bilər. Və burada fikir verirsiniz, ikinci vərəqdə var. İkinci vərəqlə müqayisə edə bilər. Yəni neçə vərəq varsa hamısını müqayisə edir. Sadəcə olaraq bizdə burada heç bir dəyişiklik yoxdur. Ona görə müqayisə yoxdur. Gəlin indi onu da eləyək. Özə fikir verirsiniz. Inquire əmrini çağıran kimi ayrıca bir vərəq açılır. Yəni Excel faylları toxunmur. Gəlin bunu bağlayaq. Keçək Excel faylı. Deyək ki, birinci fayldır. Qoy birinci də dəyişək. Burada kitabı eləyək. Deyək ki, dəftər.
burada deyək ki, onu eləyək. Qırmızı, yağlı və belə. 2-ni eləyək 25. Yəni bu birinci fayldadır. Və fikir verək ikinci fayla. İkinci faylda heç nə dəyişmir. İndi yenə də həmin tabdan müqayisəni çağıraq. Keçir ikinci vərəqə. Artıq görürsünüz, burada da göstərir. Yəni 25 elədik 2, dəftəri elədik, kitabı elədik dəftər. 10 qalır yerində, sadəcə onun formatını dəyişmişik. Görürsünüz, burada sarı fondadır, burada isə ağ fondadır. Bütün məlumatı sizə bu tab qısa bir zamanda göstərir. Əgər dəyişikliklər yerinə yetirilibsə. Gəlin dəyişiklikləri yaddaşa göndərək, belə. Və buradan belə. Bugünə bu qədər. Təşəkkürlər.